Bakıda Vətən müharibəsində qələbənin 5-ci ildönümü münasibətilə keçirilən hərbi paradda Türkiyə hərbiçiləri və Pakistan hərbiçiləri tribun önündən keçid ediblər. İlk dəfə olaraq Bakıda Pakistan İslam Respublikasının parad heyəti iştirak edir. Heyətə mayor Saqib Alan başçılıq edir. Qeyd edək ki, Azadlıq meydanında keçirilən paradda Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif iştirak edirlər. Can Azərbaycanla ikitərəfli əməkdaşlığımızla paralel Türk Dövlətləri Təşkilatı çərçivəsində birlik və bərabərliyimizi də davam etdiririk. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Vətən müharibəsində qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradda deyib. Türkiyə Prezidenti oktyabrın 7-sində Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşünü xatırladıb. Zirvə görüşündə 15 dekabrın Dünya Türk Dili Ailəsi Günü kimi təsis edilməsi təklifimin də UNESCO tərəfindən həyata keçirilməsindən məmnunam. Təşkilata sədrlik dövründə Azərbaycanla birliyimiz daha da güclənəcək. İndidən Can Azərbaycana, TDT-yə sədrliyə də uğurlar arzulayıram. Azərbaycanın sarsılmaz dəstəyi ilə Şimali Kipr Türk Cümhuriyyətinin Türk dünyası içərisində yerinin güclənməsini arzu edirəm. Vətən müharibəsində al qanları ilə torpağı suvaran şəhidlərə rəhmətlə yad edib, qazilərə şəfaət edirəm. Eyni şəkildə 1918-ci ildə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun bütün şəhidlərini, xüsusilə Ənvər Paşanı və Nuru Paşanı rəhmətlə yad edirəm, deyə Ərdoğan vurğulayıb.